Salamlar, necəyik? Bugün bu videonu necə çəkdiyimi heç özüm də bilmirəm. Çünki bugün çox həssas bir məsələlərdən danışacağam. Ola bilər ki, çoxunuzun yaraları olsun bu mövzu, amma yenə də istəyirəm ki, yaralarınıza toxunsam da buna fərqli bir baxış bucağından baxaq və fərqindəlik yaşayaq. Buna mən ödənişsiz terapiya deyəcəm. Çünki mənim bu videomdan sonra siz ödənişsiz terapiya keçmiş olacaqsınız. Ona görə istəyirəm ki, məni çox yaxşı şəkildə dinləyəsiniz. Ümumiyyətlə, videoya hansı başlıq qoyum ki, sizi cəlb eləsin ki, siz bu videoya baxasınız, mən bilmirdim. Amma düşünürəm ki, bir şəkildə bir ad qoyacam. Mən bugün danışmaq istəyirəm uşaqlıq travmalarından, hansı ki, indiki həyatında onu yaradırsan bilmədən. Yəni, şuuraltı bir mexanizmdir və bu çox insanda var. Düz, bəzi insanlar var ki, bu çox onlarda yoxdur, amma bir tipik insanlar var ki, bu onlarda var. Bir də qeyd edeyim ki, əslində bu məsələ mənim özümdə də olub və hal-hazırda yəni mən bunu danışacaq psixoloji fərqindəliyə və şuuraltı mexanizmlərindən işləyən biri kimi və mütəxəssis kimi sizlə danışıram. Amma vaxtı ikən bu məndə də olub. Bunu da demək istəyirəm ki, yəni siz bu mövzuda tək deyilsiniz. Mövzu çox həssasdır. Ona görə istəyirəm ki, diqqətli şəkildə dinləyəsiniz. Birinci növbədə uşaq vaxtı çox vaxt kasıb bir ailədə böyüyən, atası anası işsiz olan, davamlı ailədə nənə-babanın qayğısına daha çox ehtiyacı olan, yəni bir növ sənin uşaqlığın kasıbçılıqla keçib də, yəni yeməyə yemək tapmamısan, geyməyə paltar tapmamısan, yəni acınacaqlı bir həyat yaşamısan və yaxud da atan bir gün işləyib, 5 gün işləməyib və yaxud da ola bilər atan bir gün olub, 5 gün olmayıb, anan bir gün olub ya olmayıb, ya valideynlərindən birini itirmirsən. Yəni hər nə olursa olsun, sən 18 yaşına qədər çox acınacaqlı bir şəkildə böyümüsən və ya indiki yaşında yenə də həyatın o şəkildə davam edir. Burada bir nüans var. Ya da indiki yaşında həyatın tamam fərqli cür davam edir. Əgər fərqli cür davam edirsə o senaryodan təbrik edirəm. Müəyyən qədər öz üzərində işləmirsən, güclü iradi səy göstərmirsən, cəsarətin var. Amma eyni şəkildə davam edən insanlar var ki, bu onları bir tık daha silkələyəcək və sizin üçün də fərqindəlik olacaq. Hansı ki, artıq bu level atılıyıb. Uşaq vaxtı ümumiyyətlə bizə gələcəklə bağlı vədlər verilib. Yəqin ki, çoxunuz bilirsiniz. Məsələn, atan gələcək, anan gələcək, hər şey yaxşı olacaq. Mənim hətta uşaqlıq dövrümdə belə bir söz var idi. Hər şey yaxşı olacaq, belə bir mahnı da var idi. Səhv eləmirəmsə, hər şey yaxşı olacaq, düzələcək. Kim nəsə dalaşırdı, ya ailədə nəsə bir mübahisə düşürdü, çox vaxt böyüklərlə. Deyirdi ki, bəlkə belə demək istəməyib, bəlkə bu cürdür, düzələr, ağlayar, elər, ar, ərlər də qeyri-qəti gələcək zamanı. Ar, ər, qeyri-qəti qalacaq zamanı. Yəni, nə demək istəyirəm? Bəlkə, ümid, atan işə düzələr, anan sənə baş çəkəcək, sən böyüyəndə onlara filan şeydə biləcəksən. Davamlı elə bil ki, uşaq versiyandan bir ümid, bir şərt, davamlı elə bil ki, uşaq versiyandan bir bəlkə, bir kaş ki, yəni baxın, bu senarilər olub həyatımızda. Sən davamlı olaraq ümid etməyə çalışmısan. Hər şey düzələr, atam işə girər, anam işləyər, mənə pul verərlər, mən acından ölmərəm, qardaşım məktəbə gedər, filan şey olsa mən düzələrəm. Davamlı həyatında şərtli cümlələr olub. Mən indi tam burada bəlkə nümunə kimi aça bilmirəm, amma bu istiqamətli cümlələr olub. Məsələn, atan işləsə, vergül, sənə velosiped alacaq. Maman gəlsə, sənə istədiyin sevgini verəcək. Sən yaxşı oxusan, sən yaxşı işə düzələcəksən. Amma qeyri-qətidir də, yəni şərt var. Başa düşürsünüz, şərt var, şərt kəsilir və sənə qeyri-qəti gələcək. Yəni mövcud olmayan real bir vəziyyət deyilir. Hətta bu çox olur. Məsələn, atan əsəbləşib, deyək ki, ananla mübahisə yaşayıb, çox ağırdır. Mən burada çox ağır kontekstlərə girmək istəmirəm, ictimai video olduğuna görə. Və nənən qayıdır, deyir ki, atan əsəbləşdi, deyir etdi. Düzələr, sakitləşər, yaxşı olar, bu olar, olar. Yəni bir növ elə bir ki, həyatında nələrsə malalanır, belə deyək ki, lori dildə desək, və yaxud da ki, nələrsə şərtlidir və sənə bir gələcək vəd edir. Yaxşı oxu düzələr, yaxşı qız yubqa geyinməz, qısa yubqa geyinməz, oğlan kişi olar, nümunələr, statlar, şərtli cümlələr, bəlkə belə demək istəyir, bəlkə budur, başqalarını davamlı haqlı görmək, davamlı ya da sənə öyrədiblər ki, get filan kəsin yanında denən ki, mən şokolad istəyirəm, onun yaxşı imkanı var. İmkanlı insanlardan bir tık, mən filan şey istəyirəm, olar, özünü həmən insan yanında alçalmış, əzilmiş, qüsurlu, dəyərsiz hiss etmə. Bax, bu şeylərdə ola bilər, bu statisiyada da çox diqqətli olmağınızı istəyirəm.
Yəni uzun sözün qısası, belə bir məzmun, belə bir xaotik, təşvişli, belə bir vəziyyətdə böyümüsənsə və ailə ortamında mövcud olmusansa, sənin buradan bir neçə şuuraltı sxemlərin əmələ gəlib. Çox ağır da olsa deməyə məcburam. Birinci sxemi və öz üzərində işləməyən insanlara aiddir, yəni fərqində olmayan insanlara aiddir. Sən xəyal dünyasında yaşayırsan. Nə qədər yetişkin olsan da, sən reallıqdan qopuqsan, davamlı xəyal dünyasındasan. Bu daha çox özünü partnyor münasibətlərində göstərir. Sevsəm düzələr, ritual etsəm dəyişər, əməl etsəm, cavab etsəm, dilağız bağlasam məni sevər, sinə qoydursam məni öpər, qadını eləyər, saçlarımı sarı eləsəm mənlə münasibət qurar və yaxud da kişilər əksinə çoxlu gül alım, çoxlu pul verim, çoxlu hədiyyələr verim, çoxlu maşında gəzdirim, ona lüks həyat yaşadım mənim. Davamlı kimdənsə elə bir şərtli münasibətə qaçırsan. Çox güman həyatında belədir. Yəni real insanı görmürsən, görsən də onu olduğu kimi yox, olmasını istədiyin kimi xəyal eləyib kontrol etməyə çalışırsan və çox vaxtda həmin insanlar tərəfindən sən eqolu görünürsən və yaxud da kontrolçu görünürsən və yaxud da ki, daha sərt və aqressiv görünürsən. Birinci növbədə budur ki, sən real dünyadan qopmusan, şərtli nələrsə uyğunlaşmağa çalışırsan və yaxud da ki, özünə uyğunlaşdırmağa çalışırsan həmən insanı. Belə olan halda buna nə deyilir? Buna deyilir ki, sən real dünyadan çox uzaqda yaşayırsan və sən illüziyalar dünyasında yaşayırsan. Yəni, sənin əlaqən real kontekstdən çox uzaqdır. İkinci növbədə və sən fərqindəliyi az olan birisənsə, səndə hansı psixoloji bir travmatik sxem formalaşıb? Çox maraqlıdır, mənə də çox maraqlıdır. Reallıqda hər şey təhrifə uğrayıb. Yəni, mən bu dediyim anormal psixologiya deyil, sağlam insanlarda müvəqqəti yaranan psixoloji travmanın təsirindən çıxa bilməmək və fərqindəliyin az olmasıdır. Təbii ki, burada anormal vəziyyət varsa, bunu artıq psixiatr müəyyən edir. Yəqin ki, bilirsiniz. Məsələn, atıram, mən könüləm, tutalım, özümü götürüm, mən könüləm. Qara rəngdə bir kofta geymişəm və saçım sarıdır. Misal üçün deyirəm. Qarşımdakı insan gəlir, deyir ki, yox, sən ağ rəngdə geymişsən, sənin saçın qaradır. Amma reallıq budur ki, mən sarıyam və yaxud da ki, qara kofta geymişəm. Amma qarşımdakı deyir, yox, sən ağsan. Sən elə ola bilməzsən. Sən bu cürsən, sən bu cür olmalısan. Və bu təfəkkürlə insanlara yapışırsınız. Müdüründür, ona bir gözlənti qoyursan. Anandır, ona bir gözlənti qoyursan. Övladındır, ona bir gözlənti qoyursan. Nə bilim, sevgilindir, partnyorundur, ona bir gözlənti qoyursan. Davamlı, bilirsiniz necəsiniz, bunu necə izah edeyim sizə. Davamlı insanları təhrifə uğradırsınız. Yəni, səndən ən çox da yaralanıb bu cümləni işlədirsiniz. Səndən bunu gözləməzdim. Sən necə bunu mən edə bildim? Yəni, illüziya bərabərdir, mən özümü aldadıram və insanları olduğu kimi görə bilmirəm deyə davamlı olaraq xəyanətə məruz qalıram. Davamlı tərk edirəm, davamlı rədd edirəm. Yəni, sən illüziyalardasan. Yəni, sən təhrif olunmuş bir dünyada yaşayırsan, insanları olduğu kimi yox, olmasını istədiyin kimi eləyirsən, onlara anlamlar, gözləntilər, davranışlar, mənalar yükləyirsən və bu xaotik bir şeydə hu-ha eləyirsən. Bunların əsas səbəbi və köklü travmatik sxemlər sənin uşaqlıqda hansı tip ailədə böyüdüyün bir ortamı idi ki, bax, indiki dövrdə daha çox illüziyalara məruz qalan, münasibətlərində problemlər yaşayan, bu kimi problemlər daha çox bu tipli ailə sxemlərindən formalaşmış düşüncələrin və travmatik izlərin olur. Düşünürəm ki, bu video səni düşündürəcək. Əgər təbii ki, sualın varsa yaza bilərsən, mən böyük məmnuniyyətlə sualını cavablamaq üçün maraqlı olsa başqa bir videoda çəkə bilərəm və yaxud da ki, sadəcə yorumda cavablandıraram. Çox təəssüf ki, biz böyükləri həmişə haqlı düşünmüşük, düz düşünmüşük, nümunə götürmüşük. Amma hər böyük və hər böyük insan psixoloji yetişkin insan olmaya da bilir, travmatik də ola bilir, bizə fərqində olmadan travmalar da yaşada bilir, acılar da yaşada bilir və s. Amma əsas odur biz indi özümüzün fərqində olaq. Təbii ki, bunu aşmaq üçün bəlli bir terapiyalar, bəlli bir inkişaf proqramları və yollar var. Bunlardan biri də ödənişsiz maariflənmədir. Düşünürəm, bu haqda yetərincə sizi maarifləndirdim bu video vasitəsilə. Sənə tövsiyəm olacaq ki, məni Instagram və Telegram kanalımdan izləyəsən. Burada mən çoxlu ödənişsiz məzmunlar, kontentlər, podkastlar yazıram və eyni zamanda mənim fərdi psixoloji inkişaf proqramlarım var. Bununla daha yaxından maraqlana bilərsən və fərdi seanslarından birbaşa mənimlə işləyə bilərsən. Əlaqə üçün biodakı linkdən keçid edə bilərsiniz və yaxud da yorumda mənə plus işarəsi ataraq sizinlə əlaqə saxlamağımı sağlaya bilərsiniz. Bəyənməyi və yorum yazmağı, dostlarınıza önərməyi unutmayın. Ümid edirəm ki, çox faydalı, eyni zamanda həssas bir məsələ oldu sizin üçün.